İlk önce Allah'ın salamı olsun sizlere. Heydər Məscidimizdə Bərat Gecəsi proqramına çox xoş gəlmisiniz. Əziz şəhid ailələrim, əziz möminə xanımları, şəhid ailələrim, sizləri çox sevirəm. Qürurlu duruşunuzu, gözünüzün toxluğunu, yaxşı görən gözlərinizi sevirəm. Heç bir zaman kimsənin paxıllığını çəkməyən, beyninizi hər kəs üçün narahat olan, hər kəsin dərdi bilən, yorğun düşən, hər zaman göynəyən ürəyinizi sizləri sevirəm, şəhid ailələrim. Həqiqət bizdən inciməsin, əsas odur. Allah bizdən razı olsun. Allah bizləri sən yaratdın, biz sənin günahkar bəndələriyik. Gücümüz çatan qədər sənə verdiyimiz əhdə və vədəyə sadiq bəndəyik. Bəzən səhv edirik, bəzən günah. Sən bizim mərhəmətli, geniş Rəbbimizsən. Bizə rəhm et, bizi bağışla yerin göyün fəlakətindən. Hər birimizi qoru, özündən başqasına möhtac etmə bizləri. Allahımız, sağ olun mənim şəhid ailələrim, mənim müminə bacılarım. Nəfsimizi və gözlərimizi tox elə. Qəlb gözümüzü aç. Dünyamızı, ölkəmizi dinçlik və əmin-amanlıq yurdu et. Ya Rəbbimiz, hər şey sənin üzərindədir.